Salam, hər vaxtınız xeyir əziz dördüncülər, videonu izləyən valideynlər və müəllimlər hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim video isə ədədi ifadələr və hərfi ifadələr mövzusu ilə bağlı olacaq. Vaxt itirmədən gəlin başlayaq. İlk sualdan. Birinci sualda bizə deyir ki, ifadənin qiymətini tapın. İfadədə əgər, yəni bizdə hal-hazırda çıxma və vurma varsa, ilk öncə vurmanı yerinə yetirərik, yəni 70-i 3-ə vurarıq, eləyər 210. Daha sonra isə 200, daha doğrusu 340-dan çıxacaq 210-u. Bu da eləmiş olacaq 130. Cavabımız C variantında bizə verilmişdir. Keçirik ikinci suala. Deyir 128 ilə 535-in cəmini 3-ə bölsək, cavab neçə olar? Aha, 128 ilə 535-in cəmini 3-ə bölsək. Uşaqlar, biz birbaşa 128 üstəgəl 535 böl 3 yaza bilmərik. Çünki onda biz məcbur olacağıq 535-i 3-ə bölək. Onda da belə deyək də 13 belə deyək. Bölünmə əlaməti 3-ə bölünmə əlaməti necə idi? Rəqəmlərinin cəmi 3-ə bölünən ədəd 3-ə bölünür. Burada da 5 üstəgəl 3 8, 8 üstəgəl 5 13 elədiyinə görə, 13 də 3-ə bölünmədiyinə görə bunu bu formada məcburuq yazmağa. Yəni ifadənin özü bu formada olmalıdır. Daha sonra isə 128 ilə 535-i toplayarıq. Bu da eləyəcək 3, 6, 6. Daha sonra 663-ü 3-ə bölərik. Bu da eləyəcək 221. Bu da bizə baxaq görək A variantında verilmişdir. 3-də bizə deyir ki, ifadənin qiymətini tapmaq üçün ən birinci hansı əməl yerinə yetirilməlidir? Aha, ifadəmiz bu formadadır. 246 çıxılsın 19, vurulsun 5, üstəgəl 18. Birinci yerinə yetirilməli. Biz dedik ki, ilk öncə vurma və bölmə varsa, həmin ifadə həll olunmalıdır. Yəni, vurma həll olunmalıdır. Hər qutuya 5 karandaş olmaqla 7 qutu karandaş yığdılar. Deməli, hər qutuya 5 karandaş olmaqla 7 qutu yığdılar. 3 karandaş yerdə qaldı. Yaxşı, 3-ü də var da bunun. Ümumi sayını tapmaq üçün uyğun ədədi ifadə, baxın, bu formadadır. Bu da bizə A variantında verilmişdir. 5-də bizə deyir, Ayxan əmi kiloqramı 3 manatdan olan 7 kiloqram armud və biri 8 manatdan olan 2 ananas aldı. Ayxan əmi cəmi neçə manat xərclədi? İlk öncə 3-ü 7-yə vurarıq 21. Daha sonra toplayarıq 8-i 2-yə vurarıq. 8 dəfə 2 16. Bunları toplayıb 37 cavabını almış olarıq. Bu da C variantında bizə verilmişdir. Daha sonra deyir ki, hansı ifadənin qiyməti 300-dən kiçikdir? Baxırıq. 12-ni 4-ə vuraq. 12-ni 4-ə vuraq. 48. 300 üstə 48 edir 348. Deməli, bu ifadə 300-dən böyük oldu. Bu alınmadı. Keçək B tapşırığına. B tapşırığında, yəni B variantında bizə deyir ki, 36-nı 6-ya böləndə eləyir 6, 270 üstəgəl 6 eləyir 276. Deməli, cavabımız 300-dən kiçik olan B variantı olmuş olacaq. Daha sonra, hansı misal doğru həll edilib? Baxırıq. 78-i 3-ə böləndə 78 bölünsün 3-ə eləyir 26. Ondan sonra isə 18 ilə toplayırıq, eləyir 44. Bu düzgün deyil. A variantı getdi. Daha sonra isə B tapşırığında bizə deyir ki, 320 çıxılsın 180. Bu da eləyir 4. 140. 140-ı da 2-yə vuranda eləyir 280. Bu da alınmadı. Daha sonra keçirik 136. Üstünə gələk 28-i eləyir 4, 6, 164. Bu tərəfdə isə 16-nı 3-ə vurarıq. 3 dəfə 6, 18. 3 dəfə 1, 3, o da bir 4. Daha sonra 164-dən 48-i çıxarıq. 14-dən 8 çıxanda 6, 5-dən 4 çıxanda 1, bir də gəlir 116. Deməli, düzgün cavabımız 116 C variantı olmuş olacaq. Keçirik digərinə. İfadənin qiymətini hesablayın. Aha,
İlk öncə burada vurma da var, toplama da var, bölmə də var. İlk öncə 25'i vurarıq 3'ə. Bu deyilir 75. Daha sonra 250'ni bölürük 10'a. Bu necə eləyəcək? 25. Daha sonra isə 75 ilə 25'i toplayırıq. Eləyəcək 100. Cevabımız B variantı olacaq. Daha sonra deyir bir boş qabda 8 alma və 1 armud var. 8, daha doğrusu 48 belə boş qabda nə qədər meyvə var? Yaxşı. Necə eləyəcək? 48'i ilk öncə vurarıq 8'ə. 8 dəfə 8 64. 8 dəfə 4 32, o da 6, 38. Elədi 348. Axı bir armud da var. Bir armud da hərəsində də 48 boş qabın hərəsində bir armud da olsa elə 48 armud eləmiş olacaq. Toplayaraq 48 ilə eləyəcək 2 3 4. 3 daha doğrusu 432 bize A variantında verilmiştir. Baxaq 10-cu tapşırığa. 10-cu tapşırıqda ilk öncə mötərizənin daxili 7 üstə 6 13. 13'ü vuraq 2'yə. Neçə eləyəcək? 26. 26'nı da vuraq 5'ə. 5 dəfə 6 30. Yox. Mən tərs getdim. 13. 13'ü 5'ə vursaq. 13'ü 5'ə vursaq. 5 dəfə 3 15. 5 dəfə 1 5. O da 1 6. 65. 65'i də 2'yə vuraq. Elə düz getirdim. 130. Bu alınmadı. Daha sonra baxırıq digərinə. Yəni eyni şeydir. 2'ni vuraq 7 14. Burada 14. 6'nı da vuraq 5'ə. Eləyir 30. Cevabımız 44. Yəni B variantı düzgün variant. Uşaqlar, ədədi ifadələrlə bu qədər. İndi keçək dəyişəni olan ifadələrə. Görə dəyişəni olan ifadələrdə bizdən nə istəyir? İlk sualdan başlayaq. İlk sualda bizə deyir. Bir saniyə. İlk sualda bizə deyir. C üstəgəl C, üstəgəl C, üstəgəl C cəmini hasil şəklində necə göstərmək olar? Təbii ki də 4 dənə C varsa 4 vurulsun C. Yəni B variantı olacaq. 2'də deyir. 2'də bizə deyir ki, hasili cəm şəklində yazılışı hansıdır? 3 vurulsun K, yəni K üstəgəl K, üstəgəl K. 3 dənə K deməkdir. Bu da bizə verilib A variantında. Daha sonra baxırıq digərinə. Verilən ifadə hansı fiqurun perimetrini tapmaq üçün istifadə oluna bilər? P bərabərdir A üstəgəl B vur 2. Təbii ki də burada baxırıq görürük ki, düzbucaqlının perimetrini tapmaq üçün bizə verir. Ona görə cavabımız B variantı olacaq. Daha sonra baxırıq 4-cü tapşırığa. Deyir ki, A bərabərdir 4 olarsa 72 bölünsün A üstəgəl 18 ifadəsinin qiyməti neçəyə bərabər olar? Aha, yaxşı. 72 bölünsün A-mız neçədir? 4. İfadəni, yəni ədədi yerinə qoyaq. Daha sonra rahat olsun. 18 bərabərdir. 72'ni bölək 4'də ilk öncə neçə dəfə düşür? 1 dəfə. Düzdür. Bu da 8 dəfə. Daha sonra şifahi hesabladım. Siz istəsəniz çubuqlu bölməklə həll edə bilərsiniz. 18 üstəgəl 18 eləyəcək 36. Yəni D variantı. Daha sonra keçirik 5-ci tapşırığa. Verilmiş düzbucaqlının sahəsi hansı ifadə ilə tapıla bilər? Təbii ki də biz bilirik ki, sahə necədir? Eni uzunluğa vururuq. Yəni A vurulsun B. A vurulsun B. Baxaq görə bu da C variantında bizə verilmişdir. Deyir, sxemə uyğun riyazi ifadə hansıdır? Təbii ki də neçə dənə x var? 2x üstəgəl 6. Bu formada olmuş olacaq. Bu da bizə C variantında verilib. Çox sadə dərslərdir əslində uşaqlar. Ədədi ifadə, dəyişəni olan ifadələr. Yəni bunu rahatlıqla eləyə bilərsiniz. 7-ci tapşırıqda bizə deyir ki, C bərabərdir 2 olarsa hansı ifadənin qiyməti 400-ə bərabər olar? Aha, 2-nin bütün variantlarda qoyaq C-nin yerinə görək hansı ədəd 400-ə bərabər olacaq. Yaxşı. İlkində
48 bölünsün 2, yəni C-nin yerində qoyaq. Üstə gəlir 106. Baxırıq, 48-i 2-yə bölək. 48 bölünsün 2-yə, eləyir 24. 100, daha doğrusu, yetərsinə yazaq gəlir 24. Üstə gəl 106. Necə eləmiş olacaq uşaqlar? Təbii ki də 130. 130. Deməli, 400-ə bərabər istəyir. Bu alınmadı. A variantı ola bilməz. Daha sonra baxırıq digərinə. 200 bölünsün C, yəni bölünsün 2. Üstə gəl 300. Yaxşı. İlk öncə 200-ü bölürük 2-yə. Bərabərdir 100. Daha sonra 100-ün üstünə 300 gəlirik. Eləyir 400. Cavabımız olacaq B variantı. Daha sonra isə keçirik digərinə. 8-ci tapşırıqda. Bizə deyir ki, yeşikdə A kiloqram alma var. Narın kütləsi almanın kütləsinin 3 mislindən 45 kiloqram çox olarsa, narın kütləsini tapın. Aha, biz burada nə iş görərik? Baxın, deyir ki, 3 mislindən 45 kiloqram çox. Deməli, 3-ü vurarıq A-ya, daha sonra isə 45-lə toplayarıq bu formada. İfadə bu formada olacaq. Baxaq görə, bu da C variantında bizə verilmişdir. 9-cu tapşırıqda deyir, 250 bölünsün A bərabərdir 51 çıxılsın 26 ifadəsində bərabərliyin doğru alınması üçün A-nın yerinə hansı ədəd yazılmalıdır? Bunu bilmək üçün uşaqlar ilk öncə tənliyi tapaq. 250 bölünsün A bərabərdir 51 çıxılsın 26. Uşaqlar ilk öncə sağ tərəfi hesablayırıq. 250 bölünsün A. Həll eləyək bunu. 11-dən 6 çıxanda 5, 4-dən də 2 çıxanda 2. 25. İndi isə bu tənliyi adi qaydada biz 3-cü sinifdə, düzdür hələ 4-də tənlik keçməmişik, amma 3-cü sinifdə bu tənlikləri keçmişik. Ona görə də bunu rahat şəkildə eləyə bilərik. Yəni, bölən qismət. Bölünəni, yəni tapmaq, daha doğrusu böləni tapmaq üçün A bərabərdir 250-ni bölərik 25-ə. Buradan da A bərabərdir 10 eləmiş olacaq. Baxaq görək, bu da bizə A variantında verilmişdir. Baxırıq 10-cu tapşırığa. Babamın yaşı mənim yaşımın 3 mislindən 24 vahid böyükdürsə, vergülə qədər eləyək. Babamın yaşı mənim yaşımın 3 mislindən 24 vahid böyükdürsə, babamın yaşına uyğun ifadə istəyir. Deməli, babamın yaşı mənim yaşımın 3 mislindən 24 vahid böyükdürsə deyir. İfadə bu formada olacaq. Bu da C variantında bizə verilmişdir. Əslində, daha doğrusu dəyişəni olan ifadələrdə ifadə qurmağımızı istəyirsə, biz Azərbaycan dilini bilməliyik ki, yəni cümlə qurmağı bacarmalıyıq ki, cümlələri biz tam şəkildə bilməliyik ki, ondan sonra ifadə qurmaq asan da olsun. Yəni, Azərbaycan dilini mükəmməl şəkildə bilməliyik ki, ifadəni də mükəmməl şəkildə qura bilək. Deməli, uşaqlar, bugünkü video izahımızın sonuna gəldik, çatdıq. Növbəti video izahlarda ümidvaram ki, görüşərik. Videonu bəyəndinizsə bəyənməyi, dostlarınızla bölüşməyi, kanala abunə olmağı unutmayın. Bugünlük bu qədər. Hələlik.